Xoş gördük əziz dinləyicilər. Amerika-İran müharibəsi, İsrail müharibəsi daha radikal bir mərhələyə keçdiyinin şahidi oluruq. Bu radikal mərhələni biz onunla izah eləyə bilərik ki, bu günləri məhz İranın artıq daha ciddi elektrik şəbəkələrinə zərbə endirilib Amerika tərəfindən və İran, Tehran işıqsız qalıb. Bununla yanaşı hər bir yerə qarşı biz daha ciddi zərbənin, daha dağıdıcı zərbələrin endirildiyinin biz şahid oluruq. İkinci tərəfdən İran da həmçinin bu formatda dayanmır. O da İsrailin müxtəlif şəhərlərini hara gəldi vurmaqla məhv edir. Bu müharibə müəyyən mənada bizə həm də Ukrayna-Rusiya müharibəsini xatırlayır. Xatırlayırsınızsa, Ukrayna daha ciddi yerləri vururdu, Rusiyada daha pullu yerləri vururdu. Amma biz Rusiya tərəfindən isə istər Mariupol, istər Xarkov, istər digər Kiyev və Ukraynanın şəhərlərini hara gəldi zərbə vurmaqla, elektrik şəbəkələrini dağıtmaqla, sivil insanları öldürməyinin şahidi olurdu. Bugün istər Ərəb ölkələrinə endirilən zərbə, istərsə İsrailə endirilən zərbə çox təbiidir, amma kifayət qədər dağıdıcıdır. İkinci bir mənada da biz bu məsələdə biraz ədalətli olmalıyıq ki, bəzi ölkələrdən ilə Türkiyədən də biz nəyi sezirik? İranın biz yaxın şərqə vurduğu zərbələri qınayırıq, o gərək Ərəb dövlətlərinə vurması, bunlar da çox gülməli bir məsələlərdir. Məsələn, mənim İran rejiminə qarşı kifayət qədər fikrim radikaldır, amma bütün bunlara rəğmən bu sözləri də gülməli hesab edirəm ki, İran üçün onlar legitim hədəfdir. Necə ola bilər ki, yaxın şərqə vurmasını istəyir? Niyə? Çünki yaxın şərqdən ona zərbə gəlir. Küveytdən ona zərbə gəlir, ona İraqdan zərbə gəlir, Səudiyyədən zərbə gəlir. İran nədən vurmasın ki bunları? Tamamilə doğru edir, bu legitim hədəfdir. Biz nə qədər İran rejiminə nifrət edirik, amma həqiqət və ədaləti gərək deyək. Sənin ərazinə oradan zərbə vurulursa, İran da bunu etməlidir və mən düşünürəm ki, İranın bundan başqa da çıxış yolu yoxdur. İranın çıxış yolu yalnız və yalnız Hörmüz ərazisində ciddi bir ajotaj yaratmaq, ciddi bir neft böhranı yaratmaq və o ölkələrdə ağır vəziyyətə salmaq ki, doğru bir siyasətlə doğru da edir. Gərək haqqı da deyəsən. İkinci bir baxımdan da onu deyə bilərik. Yenə də İranda rəhbərliklər, yenə də İranda o Sepahın üzvləri hər gün öldürülür. Və bununla bərabər Livanda olan İran səfirinə qarşı da edilmiş hərəkət doğrudan da çox, mən deyərdim ki, indiyənə qədər İranın apardığı siyasətin bir bariz nümunəsidir. Bir səfiri sürüyə-sürüyə, vura-vura, döyə-döyə maşına mindirirlər və deyirlər, rədd ol buradan. Əlbəttə ki, mən istənilən səfirə qarşı bu hərəkətin əleyhinəyəm. O səfirdir, nə olur olsun. Amma bu həm də bizə bir tarixi nümunə gətirir ki, yəni İran xalqına Liviyada, Livanın içində nə qədər nifrət var. Çünki Hizbullahın 82-ci ildən bu tərəfə silahlandırılması yalnız və yalnız Livana faciə gətirib. Yalnız Livanın başına bombalar töküb və insanlar kütləvi sürətdə ölüb və onu da nəzərinizə çatdırın ki, məhz 2-3 gün bundan əvvəl İsrailin Livana ciddi bir əməliyyat keçirtməklə yüzlərlə insanı öldürdü, amma Hizbullah rəhbərlərində bu mənada öldürmüş oldu. Böyük şəhərlərdə dağıntı yaratdı. Yəni bütün bunlar bu nifrət də gətirir İranı burada bais kimi göstərir. İranın səfirliyini sürüyüb tullayırlar. Bunu kimlər edir? Bunu yuxarıdan tutmuş aşağıya qədər Livan rəsmiləri eləyirlər. Bu da göstərilən İranın apardığı fəaliyyətin, yaxın şərqdə apardığı fəaliyyətin nə qədər dağıdıcı bir fəaliyyət olduğunu mən düşünürəm ki, əsas göstəricidir. Üçüncü bir məsələyə buradan biz diqqət yetirək ki, bugün Pakistanda da məhz Misir, Türkiyə, Səudiyyə tərəfinin keçirtdiyi bir sülh konfransı, hər hansı bir əməkdaşlıq etmək, İranı sülhə çağırmaq kimi mövzular da mən düşünürəm mənasızdır. Ona görə mənasızdır ki, müharibə elə bir kritik vəziyyətə gəlib çatıb ki, artıq hər kəsi öldürməklə, hər kəsi vurmaqda, hər kəsin dağıtmaqdan başqa bir yolu qalmıyor. Hər kəsin vuruşub və müharibə etməkdən başqa bir yolu qalmıyor. Və da İranda bir rəsmi yoxdur ki, ondan söhbət eləsin. Çünki dövlət rəsmiləri ilə Pezeşkan hakimiyyəti ilə kimlə söhbət etsin? Pezeşkan hakimiyyəti bugün özü bir məzlum duruma düşüb. Çünki Pezeşkanı dinləyən heç kəs yoxdur. Sepahın içində kimdir? Rəhbər bilinmir. Vahididir deyirlər. Vahididir. Hər gündə bir nəfər ölür. Yəni bir rəhbərin qabağa çıxması belə çox təhlükəlidir. Çünki istənilən bir rəhbərin ortaya çıxması onun məhvinə gətirib çıxarır. İkinci bilirsiniz ki, parlament rəhbəri Qalibaf var ki, Qalibaf kifayət qədər Xumeyni
Xamneyə yaxınıdır və bu gün Qalibafın ortaya çıxıb hər hansı bir mövzuda danışması da onu birbaşa hədəfə gətirir. Mən düşünürəm ki, bundan sonraki ən ciddi zərbə elə Qalibafa dəyəcək. Çünki Qalib nəhayət bir nəfər danışan bir adam çıxdı ortaya. Danışan bir adam ortaya çıxan kimi də onu o saat məhv edib öldürəcəklər və düşünürəm ki, İkinci zərbə ilə Qalibafa dəyəcək. Yəni situasiya o qədər ciddidir ki, istər Trump üçün olsun, istər Netanyahu üçün olsun, istərsə də İran rejimi üçün olsun. Bax, bunlar üçü də əslində qalsa bir yaxın rejimlərdir. Bu günləri İsrailin içində də belə düşüncə var ki, bəs Armagedon gələcək, biz dünyanı eləyəcəyik, Allah məndən İsa belə dedi. İrana baxırsan, görürsən ki, o deyir, Mehdi sahibə zaman gələcək, biz sona qədər vuruşacağıq, Mehdi bizə məndən bayraq verəcək. Keçirsən, baxırsan, evangelist olan Trump'a baxırsan, Trump da eyni ağıldadır. Əslində qalsa, eyni ağılda olan insanların bu günləri müharibəsi gedir. Trump'ın özünə qarşı da böyük surətdə ciddi İranın hər bir Amerikanın hər bir ərazisində etirazlar keçirilir. Əlbəttə, bu hər kəsin sonudur. Bunu yadda saxlamaq lazımdır ki, mən düşünürəm ki, müharibəni İranda rejimi dəyişsə də, dəyişməsə də Trump gedəcək. Netanyahu üçün də çox şey artıq mənə elə gəlir bəllidir. Netanyahu da gedən bir yoldadır. Zaten İran rejimi də gedib. Yəni bu formatda müharibə mən düşünürəm ki, sülhə doğru çəkilməyin yalnız bir yolu var. Yalnız təslim olmaqdır. Təşəkkür edirəm diqqətinizə görə.